Alimi maşınla vuran tanınmış həkimin məhkəməsi. Barışıq üçün 2 ədəd 2 otaqlı ev istədilər. Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq ölümündə təqsirləndirilən həkim Azər Maqsudovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Reportun məlumatına görə prosesdə təqsirləndirilən Azər Maqsudov ona qarşı qaldırılan mülki iddia ilə bağlı ifadə verib, bildirib ki, dəfn zamanı mübahisə yaranıb. Biz mərhumun böyük qardaşı ilə danışıb məbləğ müəyyən etmişdik. Sonra mərhumun həyat yoldaşı Türkiyədən zəng eləyərək razılaşmadığını deyib. Yaxınları mərhumun həyat yoldaşının şəhərdə 2 ədəd 2 otaqlı ev istədiyini demişdilər. Sonra söhbət olub ki, 400 min manat pul istəyirlər. Bu məbləği vəkillərlə razılaşıb 250 min manata düşürdüblər. Biz isə 45 min manat təklif edirik. Mən onların mülki iddiasını qəbul eləmirəm, deyə Azər Maqsudov bildirir. Qeyd eləyək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiridir. Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qəti imkan tədbiri seçilib.